İşçi bir il məzuniyyətsiz işlədilə bilərmi? Müdir məzuniyyət verməkdən imtina edir. Qanun nə deyir? Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən işə götürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Siz müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə sizə həmin iş ili üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manata dək məbləğdə cərimə edilir.